Qarabağın futbolçuları milli komandada can qoymurlar. Bunu artıq çoxdan hiss olunur və demək lazımdır. Niyə? Çünki siz Qarabağın heyətində oynayanda, yaxşı nəticələr əldə edəndə yaxşı pullar qazanırsınız. Amma millidə o pullar yoxdur. Səbəb budur. Yoxsa yanınızda olan futbolçular Kadi deyil, Kevin Medina deyil, Adday deyil, Duran deyil. Ola bilər o səbəb də var, ola bilər bu səbəb də var. Amma sizə hər halda seçiblər və milli komandaya çağırıblar. Sizdən daha çox ümidlidirlər. Nəinki bizim başqa klublardan. Çünki siz Azərbaycan futbolunun bu dəqiqə bir nömrəli üzvüsüz. Və bu cür oyunla milliyə siz kömək edə bilməzsiniz. Sizin başqa oyunçulardan fərqiniz yoxdur. Yadınıza salın və lazımdırsa gedin Qurban Qurbanovdan soruşun. Azərbaycan futbolunun Peraşki dövründə futbolçular millidə və klublarda pul olmaya gəlib necə can qoyurdular. Düzdür, o vaxtı da uduzurdular. Böyük hesablı məğlubiyyətləri də olurdu. Amma heç olmasa hər bir seçim mərhələdə bir dənə güclü komandanı büdrədirdi bizim milli. Amma indi hardadır milli? D divizionunda. Və bu mərhələdə də oyunlardan heç nə demək olmaz. Uduzursuz və heç nə də edə bilmirsiniz. Nə vaxta can?